Şahın bir mətbəxdə yemək pişirəni var idi. Şah vəziri çağırdı, dedi, ay vəzir, dünyanın şahı mənəm. Amma belə qəm, qüssə ürəyimi doldurub. Gecə günüzüm yoxdur. Bu kişi gör nə rahatdır. Damın biz vermişik, yeməyin biz veririk. Bu niyə biz bir-birlə həyatımızdan ləzzət aparmırıq? Bu bir-birlə həyatında şirindir. Dedi, qurban sən həyatını hara şirinliğini görürsən? Dedi, getmişəm dalısıcaq. Gedir övünə, uşaqlarını çağırır, onların üzündən üfür, ailəsindən əl verirlər, məhəbbətinə deyirlər, gülürlər. Bir şeyləri də yoxdur. Amma buradan apardığı çörəyi də şirin yeyirlər. Bizdə niyə yoxdur? Vəzir dedi, qurban, deyirsən onu da sən tutan xəstəliyə mübtəla elə. Dedi, bəyəm, sənin əlin var. Deyir, hə. Vəzir şahdan bir kisə pul aldı. O zamanın pulları 100 dənə içində əşrəf olarmış. Da o hamı bilərmiş bir kisədə 100 dənə. Aldı, birin kisədən götü verdi şaha, dedi, qurban, bu sənin. Burada qaldı 99 dənə. Gətdi qoydu bu kişinin qapısının dalına. Kişi mətbəxdə yeməyi pişirdi, evinə gəlirdi. Gəldi, qapını açanda gördü burada bir kisə qızıl vardı, sevindi. Gələrdi, yeməyi verərdi uşaqlarına, ailəsini oyadardı, onlarla görüş barış elərdi, sevinərdi. Onlar da yeməzlə bunu gözlərlər. Pulu görəndə bəy onları oyatmadı. Əvvəl işi gördü, pulu tökdü yerə saydı. 1, 2, 3 oldu 99. Ay Allah, bunun biri hardadır? Buna nə gəldi? Tərpənir, toxta, uşaqlarım oyanmasın, ailə oyanmasın. Bura nə xətərdir, ora nə xətərdir, burada yoxdur. Şahid ora düşüb, şahid qapıda düşüb, səhərə çəcəklərdi. Yata bilmədi, qüssədə. Sübdəki gördü, vaxtını gərək gələ, mətbəxə yemək düzəldə. Gəldi, ailə ac qalıb, özü bir şey yeməyib. Fikri də qalıbdı, Allah bunun biri hardadır. Gedir qabların üstünə bilmir neyniyə, qaşıq bilmir hardadır, boşqat bilmir hardadır. Bu yazıq besərə elə gəlir o yan bu yana. Vəzir şaha çağır, dedi, qurban gəl, sən tutan xəstəlikdən bu da tutubdur. Dedi, bu heç o 99 dənəki biləsinə gəlib ona şükür eləmir ki. Heç onun fikrində də, bu yazıq o bir dənəyə kələ məlum da onu tapaya yox, tapa bilməyəcək, səndədir. Yerdə düşməyib ki, bu tapa. Hələ onun darısıcaqdır. Bizə deyirlər, varlığınızdan yaxşı şirin faydalan. Qanı adam, yeməyi az olar, dünyanın dərdi olar içərisində. Doğru. Amma qanı olmayan adamın yox. Nə özü yeyə bilər, nə özgələr yeyə bilər. Və bu